Rəvan metodu hansı intensitə yerinə yetirilirdi? Aşağı, orta, Aha, aşağı orta intensitə yerinə yetirilirdi. Yeknəsərliyi aradan qaldıran metod. beşgen, Hansı qüvvə olmadan heç bir hərəkətdə yer dəyişmə baş vermir? əzələ qüvvəsi. Maksimum qüvvə sərf edərək itələmə və itələnmə nəyə aiddir? Qüvvənin növbəti təkan. Təkan qüvvəsidir. Minimum vaxtda maksimum qüvvə təzahürü. Maksimum Partlayış qüvvə qüvvəsi. Partlayış. Partlayış qüvvəsidir. Bir düz xətt üzərində yerləşən məzdum xətti. Hərəkə qabiliyyəti. Aha, hərəkə qabiliyyətlərdir. Metodlar dedik neçə yerə bölünürdü? 2 yerə ümumi xüsusi. Aha, ümumi xüsusidir. Dözümlüyün tərbiyə edilməsinin 5 əsas komponenti. Hərəkətlərin icra olunma istirahəti, hərəkətlərin icra olunma müddəti, istirahətin müddəti, xüsusiyyəti, hərəkətlərin icra olunma sayı. Təkrarlarına sayıdır. Xüsusi dözümlüyün növləri. Xüsusi dözümlülük növləri koordinasiya, dinamik, statik. Aha, koordinasiya, dinamik. Çətin və texnik hərəkətlərin dəfələrlə təkrar olunması. Koordinasiya. Aha, mənim texnikanı pozmadan hərəkətlərin sürətli icrası nəyə aiddir? Sürət. Texniki dəyişiklik etmədən, Texniki dəyişiklik etmədən qüvvə dözümlülüyü. qüvvə tələb edən hərəkətlər, Sürət dözümlülüyü, sürət güc dözümlülüyü. sürət güc. Qüvvə tələb edənlər sürət gücü idi. Mürəkkəb texniki taktiki, Koordinasiya. koordinasiya idi. İnsanın hər hansı bir hərəkət fəaliyyət zamanı tarazlığı və sabitliyin qorunması nə adlanırdı? Müvazinət. Müvazinətin neçə forması vardı? Dinamik, statik. Aha, yeni hərəkət tezmənimsə və dəyişən şəraitin tələblərinə uyğunlaşmaq. Seviklik. Koordinasiyanın neçə növü var idi? Koordinasiyanın 3. İki. 2 ümumi xüsusi. Aha, koordinasiya deyilir iki formada olur, sadə və mürəkkəb, düzdür? Evet. Aha, yaxşı, gözlənilən hərəkətlər sadə olur. Gözlənilən sadə, gözlənilməyən mürəkkəb. Aha, idman oyunlarında olan koordinasiya mürəkkəb koordinasiya adlanır, sadə koordinasiya. Mürəkkəb. Mürəkkəb, daim dəyişən şərait varsa mürəkkəb olacaqdır. Xoruzvari duruş, dinamikdir, statik, Duruş, statik. statikdir. Xoruz döyüşü oyunu hansı hərəkət qabiliyyətinin təkmilləşdirilməsində istifadə olunan mütəmərrək oyundur? Seviklik. Dözümlüyün. Belə üzr istəyirəm, sürət gücün. Sürət gücün. Xoruz döyüşü oyunu sürət gücünün təkmilləşdirməsində istifadə olunan mütəhərrik oyundur. Bəs xoruzların döyüşü xüsusi dözümlüyün hansı növünə aiddir? Koordinasiya. Xüsusi dözümlüyün koordinasiyasına aiddir. Aha, koordinasiyanın dedik bir alt komponenti nədir? Müvazinət. ISO. Koordinasiyanın bir alt komponenti olacaqdır müvazinət. Əllər dayaqda yerində qaçış sürətin hansı komponentidir? Tək hərəkət necə?